Biri deyir ki, həyatın sıxlığı içində birdən-birə özümü 40 yaşında gördüm. Sonra 45, sonra da 50-yə yaxınlaşdım. Bu rəqəmlər haqqında əvvəllər heç düşünməmişdim. 60 yaşına çatmamış qorxu hissi məni bürüdü. Gördüm ki, satıcılar mənə əmi, dayı deyərək müraciət edir. Uşaqlar isə, ədəbli uşaqlar mənə avtobusda yer verirlər. Bunlar mənim üçün ağır və sarsıdıcı anlar idi. Lakin sonra oxuduğum məqalələri və insanların ən xeyirlisi olan Muhammed sallallahu aleyhi və səlləmin həyatını xatırladım. Ona vəhy 40 yaşında nazil olmağa başladı. 50 yaşlarında ikən kafirlərlə döyüşür və ömrünün sonuna qədər bu mübarizədə davam etdi. Xədicə radiyallahu anhədə 40 yaşında gücünün və fəaliyyətinin zirvəsində idi. O bu dövrdə övladlarını dünyaya gətirmişdi. Beləliklə başa düşdüm ki, yaş sadəcə günlərin sayğacıdır. Həqiqi yaş isə qəlbinin gənc, ruhunun gözəl qalmasıdır. Razılıq və xoşbəxtlik hissi sənin öz əlindədir. Buna görə də bu yaşlara çatan insan yeni bir gənclik mərhələsinin başlanğıcındadır.